Çünki düz deyirsən, çox geniş yayılıb bu dəqiqə zob xəstəlikləri və içərisində xeyli insanlar, xüsusilə gənclər panik vəziyyətə düşürlər Samir bəy. Məndə bir balaca düyün var, orada 2 millimetr düyün var, bundan ötəri həyəcana bax. Çünki zob xəstəliyində də insanlarda müxtəlif formada özünü göstərə bilir. Həmi düyünlü zob, həmi diffuz toksiki zob, həmi Haşimoto xəstəliyi, tiroidit. Burada bir nədir əsas məsələ? Bu 15 qramlıq orqan bütün saçdan dırnağa bütün orqanizmi idarə edir. Belə bir orqan yoxdur. Ki, bu kiçiklikdə orqan saç tökülməsinə getsin, sonsuzluğa gətirib çıxarsın. İnsanı həm diffuz toksik zobda əritsin çəksini, əlləri ətsin, tər aparsın, gözlər böyüsün, yuxu pozulsun, Haşimoto xəstəliyində piylənsin yemədən, qəbizlik olsun, halsızlıq olsun, tutaq düyünlü zobda arxa üstə yata bilməsin, boğulsun. Yəni, hərəsi özünü bir formada göstərir. Bütün formalarda təbii üsullarla müalicədə çox gözəl effekt almaq olur. Xüsusilə də qurbağa ilə müalicə çox gözəl effekt verir.